Gençler salam. Yeni ders izah videosundan karşınızdayım. Mövzu 21'dir. Figurların sayısına baxırıq. Bundan əvvəl biz figurlar haqqında danışmışdıq. Figurlar yəni dördbucaqlar, üçbucaqlar falan bunlar haqqında, hamısı haqqında danışmışdıq. Ətraflı məlumat vermişdim. Bu gün onların sahələrinə baxacağıq. Sahə düsturlarına baxıb onları sizlərə bildirəcəm, öyrədəcəm. Videoya keçməmişdən əvvəl bu gün 2 video işləyəcəm kanala. Bu videodan başqa bir dənə də video gələcək. Hərəkət oxşarlıq, yəni dərs 22 hərəkət oxşarlıq və simmetriya. Bu mövzunu da izahını çəkib paylaşacağam. Hardasa 4 gün, 5 gün belə kanala video paylaşa bilməyəcəm yəqin ki. Amma ondan sonra yenə izah videolarını çəkib paylaşmağa, kursu davam etdirməyə davam edirəm. Yəni videoları yerləşdirəcəm. Hardasa bir 30-35 dənə ümumi izah olacaq. Ondan sonra artıq imtahan qabağı təkrar eləmək istəsəz girib baxarsınız. Çətinlik çəkdiyiniz mövzulara falan girib hamısına kanaldan baxıb öyrənərsiniz. Başqa belə kanalın abunə sahibçisi deyil. İzlənmə saatı biraz aşağıdır. Videoları tanışlarınızla falan atsanız çox sevinirəm. Paylaşsanız daha çox sevinirəm. Uzatmaq istəmirəm. Figurların sahəsi haqqında danışırıq. Yəni normal qaydada birinci danışacağımız figur bizdə üçbucaqdır. Üçbucaq haqqında bundan əvvəl danışmışdıq. Üçbucağın sahəsi yəni dəyişir. Yəni bizə bucaq tərəflər versə, biz onun sahəsini S bərabərdir 2/1 AB sinus alfa şəklində hesablamalıyıq. Əgər yox, bucaq verməsə, hündürlük versə, S bərabərdir 2/1 AH vurulsun HA. Yəni bu HA nədir? A tərəfindən çəkilən hündürlükdür. Da burada çəkib təzədən tərəfi vurarsınız, yox. Burada da biraz səhv gedib. Bu A kiçik olmalı, yəni indeks olmalı. Eybi yoxdur. Yəni ümumi düsturumuz belədir ki, bu bizə deyir ki, oturacağı vurursunuz, həmən oturacağı çəkilmiş hündürlüyə bölürsünüz onu nəyə? 2-yə, yəni onun yarısına bərabər. Ümumi düstur S bərabərdir 2/1 AH-A. Bu ixtiyari üçbucaq üçündür. Biz üçbucağın növləri bərabər tərəfli, düzbucaq, üçbucaq falan haqqında da ayrı-ayrı danışacağıq. Onların sahələri necə tapılır. Amma ixtiyari üçbucaq üçün bunların hamısı keçərlidir. Əgər yox, heç bir bucaq, hündürlük falan verilməsə, bizim məşhur bir düsturumuz var, Heron düsturu. Sahəsini Heron düsturuna da tapa bilərik. Burada perimetrdir P. Perimetrin yarısı, yəni perimetr nədir bilirik. Bütün tərəfləri toplayırıq. Bütün tərəf dediğimiz yani 3 tərəfini də toplayırıq. 3 tərəfi toplayandan sonra onu yarıya bölürük. Bu bizə perimetrin yarısı eləyir. Daha sonra kökün altında bu perimetrin yarısını vururuq. Bu perimetrin yarısından 3 tərəfin üçünü də çıxıb onun hasilini tapırıq. Yəni P vurulsun P minus A vurulsun P minus B vurulsun P minus C. Biz buna Heron düsturu deyirik. S bərabərdir P vurulsun R bölünsün 2 də düsturumuz var. S bərabərdir ABC bölünsün 4 də var. Bu hansı düsturlardır? Bu düsturlar haqqında mən danışmışdım. Çevrə bölməsində üçbucağın xaricinə daxilinə çəkilmiş çevrənin radiusu düsturlardır bunlar. Bu düsturlardan çıxardıb bizə verir ki, əgər məsələn perimetr verilsə, radius verilsə, asan şəkildə siz üçbucağın da sahələrini tapa bilərsiniz. Əgər bizə 2 dənə median versə, medianları kəsişdirsə, 90 dərəcə altında kəsişdirsə, burada yəqin ki, səhv gedir. Amma yenə də düsturumuz nə olacaq? S bərabərdir 3/2 EMA vurulsun MB şəklində biz onu hesablayacağıq. Yəni sahəmiz ona bərabər olacaq. Medianlar verilsə, sahəni sorsa, deyəcək ki, S bərabərdir 3/2 vurulsun EMA vurulsun MB-yə. Düzbucaqlı üçbucağın sahəsi, düzbucaqlı üçbucağın nə olduğunu yəqin ki, bilirik. Haqqında danışmışdıq, demişdik ki, onun nəyi var? Katetləri var. 2 dənə kateti, bir dənə hipotenusu var. Bir bucağı, yəni təpə bucağı 90 dərəcə olur. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün biz S bərabərdir 2/1 AB şəklində hesablayırıq. Burada elə A ilə B-yə də onun nə edilir? Yəni hündürlük burada məsələn C-yə burada qeyd olunub hündürlük çəkib S bərabərdir 2/1 CH ilə də tapa bilirik. Amma bizə daha çox onun katetləri verilir və sahəsi soruşulur. Katetlər verilib sahəsi soruşulanda S bərabərdir 2/1 AB ilə biz onun sahəsini tapa bilirik. Yəni düsturumuz belədir. Bir də burada suallarımız var yenə. ABC versə, 15 dərəcə versə bucağı S bərabərdir C kvadratı bölünsün 8-ə. Yəni bu düsturların hamısı xüsusi düsturlardan çıxır. Onları gələcək videolarda, isbat videolarında falan baxıb hamısı haqqında danışacağıq. Digər tərəfdən əgər düzbucaqlı üçbucağın daxilinə çevrə versə, bu çevrə gördüyünüz kimi burada toxunub, 2 hissəyə ayırıb, M hissəsinə, N hissəsinə.
Sahə nəyə bərabər olur onda? S bərabər də M-ə bərabər olur. Güvənin suallarında falan bu qarşınıza çox çıxa bilər. Amma topluda belə səhv eləmirəmsə bu barədə çox sual yoxdur. Normal, yəni bu əsas düsturlardandır ki, bizə sahələri falan soruşur. Bir də sırf sahəni soruşmur da. Məsələn, bir tərəfi verir, səndən Pifaqor teoremi ilə digər tərəfi kateti tapmağı istəyir. Ona uyğun sahəni hesablamağını istəyir. Bərabər yəni düzbucaqlı tutulan sahəsi S bərabər də A kvadratı bölünsün 2. Yəni normal qaydada 2/1 AB-dən çıxır bu da. Və yaxud da S bərabərdir S kvadratı bölünsün 4-ə. Bunlar hamısı düsturdan düstur çıxarmaqla tapılır. Hazır düsturlardır ki, yəni abituriyentə verilir ki, bir də uzun-uzadı yazıb hesablamasın. Məsələn, verilə bilər ki, bərabər yanlı düzbucaqlı təkcə hipotenzu verilib. Deyir sahəsini tap, S bərabərdir S kvadratını eləyəcək 4-ə bölməklə biz onun sahəsini tapırıq. Bərabər tərəfli üçbucağın sahəsi, bərabər tərəfli üçbucaq nə idi? Üçbucağı 60 dərəcəyə bərabər idi. Bütün bucaqlar yəni bir-birinə bərabərdir və dərəcə ölçüsü nədir? O bucaqların 60 dərəcədir. Bərabər yanlı, bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabərdir. Sahəsini necə hesablayırıq biz onun? S bərabərdir A kvadratı köşkü 3 bölünsün 4 ilə hesablayırıq. Bu da yenə düsturdan düstur çıxarmaqla hazır düsturdur bizə verilir. Bir də vaxt itirməyək. Bu düsturların hamısını bilsəz, yəni yaxşı bilsəz, mövzunu həqiqətən yaxşı necə deyim, tətbiq edə bilərsiniz, öyrənə bilərsiniz. S bərabərdir. Daha sonra 3 köşkü 3 bölünsün R kvadratı bölünsün 4. S bərabərdir 3 köşkü 3 R kvadratı. Bu xaricdən çəkilmiş çevrənin radiusudur. Bu daxilinə çəkilmiş çevrənin radiusudur. Yəni böyük R, balaca R. Bunları qarışdırmayaq. Bunlar da yenə hazır düsturlardır. Məsələn, verilə bilər, sual verilər. Təkcə çevrə çəkər, radiusu verər. Digər daxilinə bərabər tərəfli üçbucaq çəkilmişdir, eləmişdir. Sahəsini tapın. Hazır qaydada bu düsturlardan nə edirsiniz? Tətbiq edib onun sahəsini taparsınız. Daha sonra B-də tənbələn olarsa, burada S1-in S2-yə nisbəti, yəni bu üçbucağın sahəsinə nisbəti M-in N-ə nisbətinə bərabərdir. O da A-nın B-yə nisbətinə bərabərdir. Oxşarlıqda bunlar haqqında, hamısı haqqında danışacağıq. Hazır qaydalar da verilir. Məsələn, verər, tənbələn olaraq verər. Məsələn, bunun sahəsini verər. Deyər ki, ümumi üçbucağın sahəsi nəyə bərabərdir? Bu qaydaya əsasən, bu bərabərliyə əsasən, nisbətə əsasən bunu tapacağıq. İkinci üçbucağın sahəsini tapıb, üçbucağın sahələrini toplayıb, böyük üçbucağın sahəsini əldə edəcək. Daha sonra B-də median olarsa, median üçbucaqdan 2 ilə bərabər sahəli üçbucaq ayırır. S-dir. Ümumi sahəmiz nəyə bərabərdir? Ümumi sahəmiz 2S-ə bərabərdir və bu üçbucaqların birinin sahəsi ümumi üçbucağın sahəsinin yarısına bərabərdir. Yazıb ki, S bərabərdir. S ABC bölünsün nəyə? 2-yə. Daha sonra bura bilirik ki, nədir? 3-ü də mediandır. Bura ağırlıq mərkəzidir. Medianlar kəsişir ağırlıq mərkəzində. Yəni, ümumiyyətlə, medianlar kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölünür. Bu xassənin üçbucaqları da danışmışdıq. Və burada bütün sahələr bərabər olan 6 dənə üçbucaq ayırır. Qeyd olunub. SABC bölünsün 6 bu bir üçbucağın sahəsidir. Qarşınızda üçbucaqlar bölməsində çox çıxacaq. Medianlar çəkəcək, verəcək və deyəcək ki, ümumi sahəni tapın. Və yaxud da birinin sahəsini verəcək. Deyəcək, böyük üçbucağın sahəsi nəyə bərabərdir? Avtomatik olaraq, yəni bu üçbucağın birinin sahəsini vurasın 6-ya, ümumi üçbucağın sahəsini sizə vermiş olacaq. Daha sonra yenə eyni qaydada kəsişdi. S1, S2, S3-ə bərabərdir. ABC-nin o da 3-cüsünə bərabərdir. MN orta xətt olarsa, yəni MN orta xəttidir. SMNO, MNO bərabərdir ABC-nin 12-də 1 hissəsini, yəni ABC-nin sahəsini 12-ə bölsək, bizə bu S, M, O, N verəcək. Bunlar hamısı, yəni, baxın, medianlar çəkib, ağırlıq mərkəzidir. Bu sual qarşınıza çox çıxacaq. Bura 4S-dir, bura 2S-dir, bura 2S-dir, bura da 3S-dir. Biz dedik ki, medianlar nə edir? Bərabər, yəni sahələri bərabər olan üçbucaqlara ayırır. Ondan, necə deyim, o qaydaları tətbiq eləyərək burada gətirib üçbucağın hazır sahəsini verib. Üçbucaqlar bölməsində qarşınıza çox çıxacaq. Fiqurların sahəsi bölməsində hazır şəkildə də S-in siz taparsınız ki, nəyə bərabərdir? Ümumi üçbucağın 12-də 1 hissəsinə bərabərdir. Mən yenə orta xətt olarsa, təkcə orta xətti verərsə, burada yuxarı hissəmiz S olacaq, aşağı hissəmiz 3S olacaq. Ümumi sahəmiz MBN,
Yəni ABC-nin 1/4 hissəsinə bərabər olacaq. Hazır qaydalarda, düsturlarda, yəni çətinlik çəkəcəyi bir xüsusi məqamlar yoxdur. Yəni orta xəttlər verilərsə, 3 dənə orta xətt verilsə, eyni qaydada sahəsi bərabər olan 3 dənə üçbucaq yaranacaq. Bu daxildəki üçbucaqların birinci sahəsi ümumi üçbucağın sahəsinin 1/4 hissəsinə bərabər olacaq. Yəni ümumi üçbucağın sahəsini biz 4-ə bölsək, bizdə daxildəki bir üçbucağın sahəsini əldə etmiş olacağıq. Daha sonra burada görək başqa nə var? Dördbucağın sahəsi var. İxtiyari dördbucağın sahəsi bərabərdir 2/1 D1 D2 vurulsun sinus alfa. Diaqonallar arasında bucağın sinusudur. Diaqonalları vurub yarıya böldük. Daha sonra dördbucaqlıda trapesiyanın sahəsini tapmaq üçün orta xəttin onun hündürlüyünə vururuq. Orta xətti yəqin ki tapmağı bilirik. Oturacaqları toplayıb yarıya böldük. Bunu dördbucaqlarda öyrənmişdik, bilirik. Daha sonra diaqonallardır. Baxın, bunlar diaqonaldır. BD, AC diaqonaldır. Deyir ki, AOB bərabərdir COD-yə. O da bərabərdir kök altda S1 vurulsun S2. Yəni, bu üçbucağın sahəsi onun qarşısında üçbucağın sahəsinə bərabərdir. Onların da sahəsi nəyə bərabərdir? Kök altda bu S1, bu üçbucağın sahəsinin, bu üçbucağın sahəsinə hasidir. Bu qayda haqqında da qarşınıza çıxacaq. Bu qaydaların hamısını yadda saxlayın, öyrənin. Asan şəkildə tətbiq edəcəksiniz. Qeyd. MN paraleldir AD olarsa, yəni orta xətt demir, sadəcə paraleldir. İxtiyari bir dənə xətt çəkir və deyir ki, paraleldir. Deyir ki, SAMD, AMND bərabərdir MBCNdirsə, yəni bunun sahəsi bura bərabərdirsə, bu orta xətt deyil. Yəni bu orta xətt olduğunu biz deyə bilmərik, şərtdə də verilməyib. Bir dənə paralel çəkib sadəcə, paralel xətt çəkib. MN nəyə bərabərdir? Kök altda AD-nin kvadratı üstə gəlsin BC-nin kvadratı bölünsün 2-yə bərabərdir. Qarşınıza çıxacaq. Diqqət edin. Yəni bunlar xüsusi şərtlərdir, xüsusi qaydalardır ki, bunları bizə həqiqətən deyirəm, tətbiq eləməkdə asan olacaq. Bunların tətbiqinə biz özümüz də baxacağıq suallar üzərində. Sadəcə elə izahları davam edirik. İzahları davam edəndən sonra da hamısını daha yaxşı şəkildə öyrənəsiniz, qavrayasınız. Burada başqa nə var? Paralelogramın sahəsi var. Yenə eyni qaydada paralelogramın sahəsi S bərabərdir AB vurulsun sinus alfa bərabərdir. Yəni tərəflərin vururuq, bir də onlar arasında bucağın sinusuna, sinus alfasına. Eyni qaydada hündürlüyümüz çəkilərsə, biz demişdik ki, paralelogramda böyük tərəfə kiçik hündürlük, kiçik tərəfə böyük hündürlük çəkilir. Üçbucaqda da belə idi. S bərabərdir AH ilə hesablanır. Yəni tərəf və ona çəkilmiş hündürlük ilə hesablanır. Paralelogramın sahəsi. Bir də əgər hündürlüklər verilməsə, bucaq verilsə, çaşıb qoymayın ki, o mənə hündürlük verilməyib. Mən necə sahəni hesablayacağam? Yadınıza salarsınız ki, bir dənə də düsturumuz var idi. İki tərəf və onlar arasında bucağın sinusu hasili bizə nəyi verir? Paralelogramın sahəsini verir. Paralelogramın iki təpəsindən çıxan düz xətti biz digər tərəf üzərində birləşdirsək, bu iki üçbucağın sahəsi ortadakı üçbucağın sahəsinə, yəni bu üçbucaqların sahələri cəmi bu üçbucağın sahəsinə bərabər olacaq. Bu da paralelogramda xass qaydadır. S1-də ümumi paralelogramın sahəsinin yarısına bərabər olmuş olacaq. Topluda bu ilə bağlı suallar var ki, orada bu qaydaları tətbiq edib yaza bilərsiniz. İzahları bitirəndən sonra toplunun izahını paylaşmağı düşünmürəm. Çünki kifayət qədər paylaşan kanal var, müəllimlər var. Daha çox məsələn izahlara üstünlük verək. Paylaşacağam. İstəyirəm məsələn imtahan təkrarladığında da bir video çəkim. Orada da ətraflı baxaq bütün suallara. Bir dənə random, yəni seçilmiş özümün də məlumat olduğum bir dənə sınağa baxaq. Sınaqdaya qarışıq suallara baxaq, onların izahlarına baxaq. Öyrəndiyimiz qaydaları onlar üzərində tətbiq edək. Yəni yavaş-yavaş hamısının qaydasına qoyacaq. Hələ kifayət qədər vaxtımız var. İmtahana da bilmirəmsə, hələ 15-i 9 olmalıdır. Bir aydan çox vaxtımız var. Amma bu bir ayı yaxşı dəyərləndirmək lazımdır. Rombun sahəsi də yenə paralelogramın sahəsi ilə eynidir. Əgər hündürlüyü verilərsə AH-a bərabərdir. S bərabərdir AH. Amma burada fərqli olaraq diaqonallar verilərsə, rombun diaqonalları demişdik perpendikulyardır. Onun bucağının tən bölənlərdir. S bərabərdir 2/1 D1 D2 də yaza bilirik. Bucaq verilərsə, yəni diaqonal verilmərsə, tərəf və onun arasında bucaq verilərsə, S bərabərdir A kvadrat sinus alfini hesablayırıq. Və normal qayda hündürlük verilərsə, S bərabərdir AH ilə hesablayırıq sahəsini. Rombun sahəsini. Yəni asan bildiyimiz, tətbiq edəcəyimiz sadə düsturlardır. Düzbucaqlının sahəsi, düzbucaqlı bizim uşaq yaşımızdan, yəni məktəbdən bildiyimiz ən sadə fiqurdur.
düzbucaqlıdır, kvadratdır, bunları bilir. Yəqin bunun sahəsinin, perimetrini bilməyən yoxdur. Düzbucaqlığın sahəsi nəyinə bərabərdir? Tərəflərin hansına bərabərdir. Yəni A vurulsun B-yə bərabərdir. Əgər diaqonallar verilsə, diaqonallar arasında bucaq verilsə, s bərabərdir 2/1 d kvadratı sinus alfa ilə də onu hesablaya bilərik. Sinus fi ilə daha doğrusu. Və demişdik ki, düzbucaqlığın diaqonalları nədir? Bərabərdir. Daha sonra kvadratın sahəsi var. Kvadratın sahəsi s bərabərdir a kvadratı. Yəni kvadrat düzbucaqlıdan kvadrat demişdik ki, nədir? Bütün bucaqların düzbucağı olan rombdur. S bərabərdir nədir? A kvadratdır. Yəni tərəfin kvadratına bərabərdir kvadratın sahəsi. Və yaxud da diaqonalın kvadratın yarısına bərabərdir. Bu da elə düsturdan düstur. Yəni həndəsə bölməsidir. Riyaziyyatın çox bölməsində bölmələr bir-birindən sıx əlaqəlidir. Yəni çıxarılan düsturlar, qaydalar hamısı bir-birindən əlaqəli və bağlıdır. Dedik ki, diaqonal verilsə s bərabərdir d kvadratı bölünsün nəyə bərabərdir? 2-yə bərabərdir. Çoxbucaqlının sahəsi var. Çoxbucaqlılar haqqında danışmışdıq. Demişdik ki, çoxbucaqlı nədir? Yəni adından da göründüyü kimi bunun bucaqlarının, tərəflərinin sayı artır. Yəni 4-bucaqlının keçisi artıq 5-bucaqlı nədir? Çoxbucaqlı. Düzdür, 3-bucaq da 4-bucaq da çoxbucaqlı fiqur sayılır, amma ən çox sayılanlar 5-bucaqlıdan sonralardır. Burada sonra çoxbucaqlının daxilinə çevrə çəkilibsə, çoxbucaqlının sayısı aşağıdakı düsturla tapılır. S bərabərdir P vurulsun N. Yəni ən yaygın düsturumuz budur. Sizə də bu tipdə veriləcək. S bərabərdir P vurulsun N tapılır. Düzgün ən-bucaqlı daha çox bizə verilir. Düzgün ən-bucaqlının sahəsi S bərabərdir N vurulsun A vurulsun R bölünsün nəyə? 2. Yəni tərəfin uzunluğu, tərəfin sayı vurulsun, radius bölünsün 2, radiusun, yəni daxilə çəkmiş çevrənin radiusu vurulsun, bölünsün 2. Düzgün altıbucaqlının sahəsi s bərabərdir 6 vurulsun a kvadrat köşotda 3 bölünsün 4-ə. Səhv eləmirsinizsə, yəni üzr istəyirəm, xatırlayırsınızsa biz bərabər tərəfli üçbucağın sahəsi haqqında danışmışdıq. Demişdik ki, düzgün üçbucaqlının daxilində parçaları birləşdirsək, onun daxilində 6 dənə bərabər tərəfli üçbucaq əmələ gələcək. Yəni bu 6 onu göstərir. 6 vurulsun a kvadratı köşotda 3 bölünsün 4-də o daxildəki üçbucaqların sahəsini göstərir. Yəni əgər deyir ki, düzgün altıbucaqlı sizə verirsə, onun tərəfi verirsə, onun sahəsini bu düsturdan tapırıq. 6 vurulsun. Yəni bir üçbucağın sahəsini tapırıq, onu 6-ya vururuq. Yəni elə başa düşün. Hazır düsturda yəni bu şəkildə verir. Dairə demişdik ki, nədir? Çevrə bu xarici gördüyümüz hissədə, dairə isə bunun daxilidir. Yəni biz dairənin sahəsini tapa bildik. Dairənin sahəsi s bərabərdir pi r kvadratına bərabərdir və yaxud da diaqonalla da versək s bərabərdir pi d kvadratı bölünsün 4-ə bərabərdir. Sektor dediyimiz şey qövsdür. Yəni radiuslar arasında qalan hissənin sahəsidir. Sektor dediyimiz şey bu radiuslar arasında qalan hissənin sahəsidir. Onu da düsturun çevrədə bildirmişdim. Yenə də bildirirəm. S bərabərdir pi r kvadratı bölünsün 360 vurulsun alfaya. Yəni çevrədən götürdüyü hissə, çıxardığı hissə və bölünsün 360 vurulsun alfaya. Burada sonra 3 dənə düstur var. Bu 3 düstur da yenə eyni qaydadır, amma sadəcə burada bir dənə n var, bir dənə r var və A-nın düsturu var ki, r vurulsun tangens 180 bölünsün n-ə, 180 bölünsün n-ə. Bu düsturu gətirib burada A-nın yerinə qoyur və onu deyir ki, sizə hazır düstur verirəm mən. Əgər vəziyyət çətin olarsa, çətinlik yaranarsa, bu hazır düsturlardan da istifadə edib siz çoxbucaqlının, yəni altıbucaq, düzgün n-bucaqlının üzr istəyirəm sahəsini tapa bilərsiniz. Yəni çoxbucaqların fiqurların sahəsi də bu qədər idi. Çətin bir dərs deyil, çətin bir mövzu deyil. Düsturlar, qaydaları biləndən sonra yazmaq həqiqətən deyirəm çox asandır. Dərs 22 hərəkət, oxşarlıq, simmetriya. Oxşarlıq riyaziyyatın ən çox sevilən və ən asan olan mövzularından biridir. O dərsdə də uşaqlar çox çətinlik çəkmir, asan bir dərsdir. Uzatmaq istəmirəm. Dərs 22-də görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.